Axşamınız xeyir həkim. Həkim, Allah sizdən milyon kərəm razı olsun. Çox sağ olun, Allah razı olsun. Mənim anam çox pis vəziyyətli idi. Nevroloji durumu var idi, çox pis sıxılırdı, darıxırdı əlləri. Özünüz bilirsiniz də, gətirdim neçə həkimlərdən belə. Heç bir neçə dənə həkim yer qalmadı, apardıq. Heç bir rahatçılığı olmadı. Günü-gündən pisləşdi. Allah sizi mənim qarşıma çıxartdı. Sizdən çox razıyıq, çox minnətdaram. Həkim, gecə-gündüz mamam sizə dua eləyir. Ona görə ki, 5 günün içində heç bir gözlənilməyən möcüzədir də. Siz bir həkim yox, siz möcüzəsiz. Doğrudan da möcüzəsiz. Hamı şokdadır, qapı, qonşu, nə qədər xəstələr hamısı ayaq üstə durub ki, o həkimin nömrəsini verin bizə, biz də gedəcəyik. Çoxları bizim tərəflərdə var da, elə bir xəstələr, nevroloji durum olanlar. Sizdən Allah razı olsun. Hətta mənim mamama güclü psix adı vermişdi həkimlər. Bəziləri, ad çəkmirəm, deyirdilər ki, təmiz psixdir də. Allah sizdən min kərəm razı olsun. O qədər sevindik ki, qohum-əqrəbə, qapı, qonşu, hamı şokdadır da. Siz bir həkim yox, möcüzəsiz. Çox sağ olun, həkimi öpürəm. Allah sizdən razı olsun. Çox minnətdaram. Anamı həyata siz qaytarmısınız. 5 günün içində. 5 günün yox, 3 günün içində. 5-ci gün mən anam demək olar ki, ayaq üstədir. Ölümdən qaytarmısınız o. Çox sağ olun.